böyüyüb bizə çay gətirir. Hoş olsun. Çox sağ ol Nazan. Yadındadır, o vaxt sənə Naza deyirdim. Rəhmətli anam da elə deyərdi. Sən də elə ondan öyrənmişdin də, hə? Nazlı. Qonağım var Nazlı. Arif qardaş, hə? Düz dedim. Düzdür, mənə düzdür. Mən səni tanımıram. Hə, necə tanımırsan? Mənəm də sənəm. Əşrəf əminin oğlu. Sən! Ay, sən! Nə yaxşı oldu ay sənə? Xoş gəlmişsən. Həmişə elində, obanda. Sağ ol Arif. Böyümüsən maşallah. Nə əcəb burada? Gəldim Nazlı'nın çayını için. Uşaqlıq dostum da. Bilirəm, bilirəm. Biz də elə bayaqdan uşaqlıqdan danışırıq, nə oyunlar oynayırdıq. Hey, deməyin Nazlı, demə. Uşaqlar necədir? Nə uşaq? Qardaşlarımı deyirsən? Hə, qardaşlarım indi böyük kişi olublar. Bir ikisi ailə sahibidir. Bizim o Talih vardı, arı uşaq. İndi olub 200 kilo. Balaca Nəcib. O boy qalxmadı da. O qədər idmana qoyduq onu, yenə də bu boydadır. Görüşərik inşallah. İnşallah, inşallah. Elə atam da sizə gəlmək istəyirdi. Gəlsin də, niyə gəlmir ki? Yəni ki, atamın dostudur da. Elə o gəlməli də. Dost qapısını dost açar. Nasıl bir dənə də çay mənə ver? Hə, baş üstə. Otur görüm Ayşən, otur görüm. Nətərdir işlərin, vəziyyətin? Oralarda nə var, nə yox? Belə də yaxşılıqdır. Yaxşılıqdır. Sizdə? Biz də balaca bir dükanımız var, dolanırıq. Nazlını qoymuşuq dükana. Müdürdür də. Bacımız müdürdür.